çox gözləntidə olursan dünyadan, onda mənfi qəm gəlir sənin ürəyinə. Mənfi qüssə gəlirsən də onu müsbətə çevir. O münacat halında ki, la hissə mən li qeyrük. Mən li qeyrük nədir? İmam əleyhissalam Kumeyl duasında deyir ki, səndən başqa kimin var? Bunu əvvəldən başa düşən adamlar bilir ki, əvvəldən Allahdan başqa heç kəsi yoxdur. Başa düşməyənlər mütləq arxalandıqları adamlardan zərbə alır ki, desin mən li qeyrük, səndən başqa kimin var? Ona görə də sən, kimsə sənə nankorluq eləyəndə narahat oldunsa, bu narahatçılığı götür, apar, çevir müsbət qəmə. Deyilən, mən li qeyrük, səndən başqa kimin var? Allahın qəmi ilə yaşa ki, nə vaxt sənə qovuşacam? Bir də görsən, elə hala düşəndə sənə nankorluq eləyən özü gəldi sənin ayağı və sən indi heç əhəmiyyət vermirsən.